Salam uşaqlar, hər vaxtınız xeyir olsun. Videomuzda sizlər üçün OTK keçidli sınav imtahanından blok fənləri üzrə imtahan 7 uşaqlar. 29 iyun 2025 11-ci sinif deməli birinci qrup suallar izah olacaq. Görək bizi nə tip suallar gözləyir. Yazır ki, 61-ci sualda video keçməmişdən əvvəl uşaqlar kanala abunə olub videoları bəyənməyi, rəylərinizdə rəy yorum yazmağı unutmursunuz. Bunlar bizim kanalın aktivitesi üçün çox önəmlidir. Deməli, hansı maddənin məhlulunu alüminium qabda saxlamaq olmaz, olar deyir, üzr istəyirəm, olar deyir. Uşaqlar, ümumiyyətlə, alüminium qabda elə bir maddəni saxlaya bilərsən ki, o alüminiumla reaksiya daxil olmasın. H-loru saxlayamazsan. Niyə? Çünki alüminium plus H-lor reaksiyasında alüminium florla reaksiya gedəcək. Alüminium flor və buradan hidrogen qadı çıxacaq. A variantı getdi. Eynən duru sülfatını saxlayamazsan. Alüminium plus H2SO4 nə alınacaq? Alüminium sülfat, bir də nə alınacaq? Hidrogen qazı. Bunu da saxlayamazsan. Fermi isotopı saxlayamazsan. Səbəb alüminium fermi duzundan çıxar. Yəni nə alınacaq? Alüminium sülfat, bir də ferrium alınacaq. Metalın bir duzundan çıxarması. Uşaq fəallıq sırasında maqnezlə başlayaraq öndə gələn metal özündən sonra gələn metalı deməli suda məhlulunda duzundan çıxara bilir. Bu da getdi. Natrium OH heç saxlayamazsan uşaqlar. Alüminium, natrium OH məhluluna reaksiya daxil və buradan məhlulda natrium, alüminium deməli indi bu məhlul olduğuna görə uşaqlar burada natrium, alüminium, OH4 və hidrogen alınacaq böyük ehtimal. Yəni yenə saxlayanmasında alüminium amfoter daxil həm turşu ilə, həm qələvi ilə reaksiya daxil. Natrium OH da qələvidir. Bu da getdi və nəhayət B variantı doğru cavabdır. Çünki alüminium qabda kalium NO3 məhlulunu saxlaya bilərsən. Səbəb burada alüminium deməli NO3 ilə birləşib kaliumu çıxara bilməz uşaqlar. Bu səhvdir. Və yaxud da belə məlumatda deyim sizə uşaqlar, ümumiyyətlə hidrolizə uğrayan duzları amfoter metallarını hazırlamış qabda saxlama olmur. Səbəb burada ya turş mühitdir, ya qələvi mühitdir. İkisindən biri olduğuna görə yenə də orada belə deyək də reaksiya baş verəcək. Amma burada kalium nitrat, burada güclü əsas yürütüşdən əmələ gəldiyi üçün bu hidroliz eləmir və bunu alüminium qabda saxlaya bilərsən. Bu bir də dərin məlumatdır, amma olsun. Ziyanı yoxdur. Amma belə də siz bildiyiniz kimi yazın ki, alüminium burada nədir NO3-ü, daha doğrusu kaliumu çıxara bilməz duzundan, yəni B variantı olacaq. Gəldik 62-ci suala. Həm hidrogenlə reaksiyaya daxil olsun, oksigenlə daxil olmasın. Uşaqlar, biz bilirik ki, fluor, flor, brom və yod. 10, zon və zons. Birisi uşaq, bütün ölkə belə öyrənir bunu. Reaksiya daxil olunma bir-birinə. Yəni, burada flor oksigenlə reaksiya daxil olmur. Yaxşımı? Buna diqqət eləməlisən. Demək uşaq, amma bilirik ki, H2 plus flor 2 reaksiyası baş verir. Nə alınır? H-flor alınır. İşığın təsirindən baş verir reaksiya. Diqqətli olmaq lazımdır. İnşallah kükür H2 plus S, H2S alınır. S plus O2, SO2 alınır, gedir. Azot hidrogenlə gedir, NH3 alınır. Oksigenlə nə verirdi bizə? NO verirdi, minus 2, şimşək çaxması reaksiyası deyirik bunu. C plus H2 bizə nə verirdi? CH4 verirdi, metan qazı. Adı nədir? C plus O2 bizə nə verirdi? CO2 verirdi. Bilirsiniz də, berilyum, fosfor, silisium, alüminium. Bunlar hidrogenlə reaksiya daxil olunur. Amma alüminium hidrogen daxil olmur. Amma alüminium plus oksigen reaksiyası bizə nə verir? Alüminium 2 O3 verir. Gəldim növbət 63-cü suala. Hara getdim mən? 63. Deyir ki, alüminium klorid hidroliz X nədir? Mərhələnin sayı. Şöyle, ümumiyyətlə, alüminium klorid zəif əsas və güclü turşudan əmələ gəlir. Burada, uşaqlar, hidroliz deməli, alüminiuma görə baş verəcək. Və alüminiumda valentlik isə 3-dür. Yadda saxlayın, mərhələ sayı əsasın valentliyi qədərdir. Yəni, metalın valentliyi qədərdir. X-imiz 3-ə bərabərdir. Amma dissosiasiya, uşaqlar, bu normal duzdur. Bu bir mərhələdə dissosiasiya edəcək. Bir dənə alüminiuma 3 dənə də xlora ayrılacaq. Normal duzda bir mərhələdə dissosiasiya edəcək uşaqlar. Cavabımız olacaq D variantı. Keçən növbətdə görsən, yəni, bu şagirdimiz maşallah deyəsən yazıb görək Allah qismət eləsin, hamısı düz olsun. Baxaq, kükürt hansı maddələrə reaksiya daxil olmur uşaqlar? Kükürt daxil olmur deyir kükürt. Biz bilirik ki, S plus xlor 2 reaksiya bizə nədir? S2 xlor 2 bu baş verir. Uşaqlar, S plus H2SO4 qatı alınır SO2 və deməli su alınır. Bu da gedir. S plus flor, uşaq zaten kifayət qədər məşhur reaksiya. S flor 6. S plus HNO3 qatı, bu da nə alınır? H2SO4, NO2 və su. Amma uşaqlar, S azotla reaksiya daxil olmuş uşaqlar. Yadda saxlayın. Kükürt bir də yodla reaksiya daxil olmuş uşaqlar. Bu reaksiyaları bayaqlar birini dedim, bunu da deyim, yadda saxlayın. Gələn növbət 65-ci suala. Nə istəyir 65-ci sualda? Götürək sualı, qıraqda bir dənə bunu sizin üçün
Qəşəng gözəl görəcək həll eləyək. Deməli, reaksiya daxil olan maddələr maqneziumla oksigendir. Deməli, maqnezium plus oksigen bizə nə verir? Maqnezium O verir. Buraya 2 atıram, buraya 2 atıram. Deyir ki, uşaqlar, hər ikisi eyni qədər götürür. Reaksiyanın artıq qalan maddənin kütləsi 12-dir. Bunu ən asan həllini öyrədəcəm sizə. Və bunu bir yerə qeyd etmək lazım olacaq sizə. Ümumiyyətlə, reaksiya girən maddələr bərabər kütlə, bərabər mol deyəndə, uşaqlar, hər ikisi A adda eyni demək. Reaksiya girən kim çoxdursa onun qədər götürür. Hər ikisini 48-48 götürəndə, zaten riyaziyyat bizə nə deyir? Bundan 16 artıq götürmüsən də. Elə deyil, 16 artıq götürmüsən. 16 qram oksigen artıq götürəndə nə qədər maqnezium oksidi alınır? 80 qram alınırsa, bəs 12 qram artıq götürəndə nə qədər alınardı? Çünki alınan oksidin kütləsini istəyir. Mən də burada nə edirəm? Deməli, 16-nı vururam, deməli, 80-ə, daha doğrusu 12-ni vururam 80-ə, bölürəm nəyə? 16-ya cavab verəcək 60 doğrudur. Keçək növbəti suala. 66-ya. Deməli, fenoldur, bir də etilen glikoldur. Bunu götürək, yenə də bunun ətrafında danışaq. Fenol bilirik ki, C6H5OH-dır. Etilen glikol nədir? CH2OH, CH2OH. Etilen glikol 2 atom spirtlərin birinci nümayəndəsidir. Bunun digər adı etandiol birikir. Etilen glikol bunun tarixi adıdır. Fenol digər adı karbol turşusudur, yaxşımı? Natrium OH-la daxil olması, uşaqlar bilirik ki, C6H5OH dedim karbol turşusudur. Zaten bu əsaslarla reaksiyaya daxil olacaq. Buradan OH çıxır, buradan H çıxır. Əmələ gəlir su və yerdə qalır C6H5 O natrium, natrium fenoliyum. Və uşaqlar, 2 atomlu spirtlərdə bilirik ki, mis OH2 ilə təyin olunur. İndi başqa işlərdə mis OH2 zəif bir əsasdır. Mis OH2 ilə natrium OH-la gedir də. Məsələn, 2 mol natrium OH götürəndə buradan OH çıxır, buradan H, buradan OH, buradan H çıxır və natrium gətirib qoyursan hidrogenlərin yerinə də. CH2O natrium, CH2O natrium və burada 2 mol da su çıxır. Yəni bu doğrudur. Zəhərli olması uşaqlar, bəli, bunlar hər ikisi zəhərlidir. Etilen glikol da zəhərlidir, amma uşaqlar gliserin zəhərli deyil, ehtiyatlı olun. Etilen glikol da zəhərlidir, karbol turşusu, fenol da zəhərlidir. Adi şəraitdə uşaqlar, adi şəraitdə fenol bərk haldadır. Bu bərkdir adi şəraitdə. Bu isə maye halındadır. Nə istəyirdi? Ümumi olan 1-2 B variantıdır. Maşallah. Keçək 67-ci suala. Bizə nə veribdir uşaqlar? Götürək yenə də bunu da qəşəng bir dənə izah edək. Deməli, asetilen uşaqlar, asetilen bilirik ki, C2H2-dir. Stiroldakı vinil benzoldur uşaqlar. Vinil benzol. Belə ki, benzolun təpəsində vinil radikalı var. Vinil benzol. Yəni, vinil nə idi uşaqlar? Alkenlərin birinci nümayəndəsi var, CH2, CH2. Bundan bir hidrogen çıxarandan sonra alınan radikala vinil deyirlər. Yaxşımı? Və yaxud da qısaca C8, H8-də deyə bilərsiniz. C8, H8. Yazır ki, uşaqlar kütləsi eynidir. Deməli, bunları bərabər kütlə gətirmək lazımdır. Bunun kütləsi, deməli, C2H2, bunun kütləsi nəsədir uşaqlar? Deməli, 24, 26-dır. Bunun kütləsi nəsədir bəs? 8 vurulsun 12, bizə dəqiqə. 8 vur 12, üstə gəlinsin 8. Bu da eləyir 104. Bu 104-dür. Bunlar nətər bərabərləşdirir uşaqlar? Bu nətər bərabərləşdirir? Bunu 4-ə vursaq, bunu da 1-ə vursaq, əkot tapıram da 26 ilə 104 nətər bərabərləşdirirəm? Elə desən 104 26-ya bölünür, hə. Bunu 4-ə vuraram, bunu 1-ə vuraram və bərabərləşdirirəm. Yaxşımı? Və burada uşaqlar hidrogen nə qədərdir? 4-ü 2-yə vurursan 8, 1-i də vurursan 8-ə 8. Yəni hidrogenlər bərabərdir D variantı. Keçək növbəti 68-ci suala. 68-ci sualda görək bizdən nə istəyir? Enant lifi, uşaqlar, enant nə idi? Omega amin enant turşusudur. Yəni NH2, CH2 6 dəfə CH. Uşaqlar, bundan istifadə edir. Yaxşımı? Omega amin enant turşusu. Bunun N mol götürürük. Bunun ən asan yadda saxlama şəkli. Uşaqlar, belə yadda saxlayırsınız. Belə götürdüm. Buradan OH çıxır, buradan H çıxır. Və yerdə qalanı yaz bir yerdə geçsin. Deməli, CH2 6 dəfə, C oksigen, deməli, N dəfə. Elementar alqasında hidrogenlərin sayı. Uşaqlar, deməli, 6-nı 2-yə vursan, 12 hidrogen burada, biri də burada, yəni 13 tamamilə doğrudur. Keçək 69-cu suala. Deyir ki, uşaqlar, bizə belə bir maddə verilib. C, deməli, H, 3 qat rabitə C, CH, 2 qat rabitə CH. sp hibrid orbitalları, bütün hibrid orbitalların neçə faizsə, rahat bir qayda deyim. Karbon hibrid vəzini tapmaq üçün karbon ətrafında sigmalarsa. 4 dənə sigma olsa sp3, 3 dənə sigma olsa sp2, 2 sigma olsa sp.
Say 1, 2. Bu nə vəziyyətdə? SP. 1, 2, SP. 1, 2, 3. SP2. Uşaq 2 qatdan biri pi-dir ya ona görə. 1, 2, 3. Bu nə vəziyyətdə? SP2. Cəmi hibrid orbitallar. SP, SP, SP2, SP2. Bilirsən də SP-də 2 hibrid orbital var. SP-də 2 dənə, SP2-də 3 dənə, SP2-də 3 dənə. Toplam nə qədər? 2 üstə 2, 4. Bu da 3, 7. Bu da 3, 10. Toplam 10'dur. 10'a 100% deyirsiniz. 4'e nə deyirsiniz? X də bərabərdir 40% olacaq. Yəni C variantı doğrudur. Gələk 70-ci suala. Şöyle 70-ci sualda gözəl bir sualdır. Deməli, etilenin oksidləşməsidir. Yadda saxla, etilen oksidləşən zaman gümüş katalizatoru gördüyümü epoksid alınır. Etilen oksid uşaqlar, bu maddə alınır. X maddəmiz budur. Bunun da üzərinə su gələndə suyu HOH kimi yaz. Bunu buradan kəs. Buna H ver, bu birisində də OH ver. Yəni CH2OH, CH2OH. Bu maddə nə idi uşaqlar? Etilen glikol, yəni D variantı. Gələn növbəti 71-ci suala. Bir Euler-Venn diaqramına uyğun deməli bəndləri bizdən istəyir. Uşaqlar, bu sual biraz uzun dərə suala oxşuyur. Böyle bunu götürək, qıraqda izahını verək. Deməli, bu kimdir görəsən? Bu kimdir? Mən bunu tam görə bilmirəm. Böyük ehtimal S2H4-ə bənzəyir bu S2H4. Bu kimdir? S2H4. Tamam, gördüm. İstilik törətmə qabiliyyəti. Uşaq, istilik törətmə qabiliyyəti 1 kiloqram yanacağın yanması zamanı ayrılan enerjinin miqdarıdır. Və təbii ki, burada C2H4-ün kütləsi isə 28-dir. Qramdır uşaqlar. 28 qramdır bu. 28 qram neçə kiloqram edir? 0,1000-də 28 kiloqram edir. 0,1000-də 28 kiloqram. Yanında nə qədər enerji ayrılır? 1400 kilojul enerji ayrılırsa, bəs 1 kiloqram nə deyəsən? X deyəsən. Buradan da 1400-ü nəyə böləsən? 1400-ü böləsən 0,028-ə. Cavab eləyəcək 50.000 uşaqlar. 50.000 eləyəcək və burada da 50.000 nətər yazacaqsan? 5 vurulsun, deməli 5 vurulsun 10 üstü 4 kimi yaza bilərik biz bunu. 5 vurulsun 10 üstü 4 kimi yaza bilərik. Və gələk, bəs bunda nətərdir? S2H2 emeri nə qədərdir? 24, 26. 52 qram edir uşaqlar C2H2. Bu da 0,1000-də 52 kiloqramdır. 0,1000-də 52 kiloqram yanında 2600 kilojul enerji ayrılırsa, bəs 1 kiloqrama nə qədər? Ona da bir X deyirsən. Burada da 2600-ü bölürsən nəyə? 0,052. Yenə şu cavab 50.000 eləyəcək. 50.000. Şu əslində birdən qəşəng cümlə demək istəyirəm. Prosto qoy deyim də. Uşaqlar, əgər ümumiyyətlə istilik törətmə qabiliyyəti karbona görədir. Yəni burada maddənin içərisində karbon nə qədər çox olarsa, maddənin istilik törətmə qabiliyyəti də bir o qədər çox olur. Əgər karbonların sayı eynidirsə, istilik törətmə qabiliyyətləri də eynidir. Bu bir bura gedəcək düzdür. 7 qramının yanmasından 350 kilojul enerji ayrılır. Uşaqlar, 7 qramının yanmasından 350 kilojul enerji ayrılırsa, yenə də qayda baxaq təmliklərimizə. Bu neçədir? 52-dir. Burada nə qədər? 2600 ayrılır. Bu neçədir? 28-dir. 28-dən 1400 ayrılırsa, zaten biraz savadlı davrandı. Deməli, burada 350 qramından, deməli 7 budur da. 1400-ə 28-dirsə, buna X desən, X bərabərdir 7 alınacaq. Zaten burada 350 kilojul enerji almaq üçün bu 7 qram eləmir uşaqlar. Bu başqa rəqəm elə. 52-ni 350-yə vurub, deməli 2600-ə böləmir. Bu da bir dəqiqə gözlə, bizə dəqiqə gözlə, bizə dəqiqə gözlə, bir dəqiqə səbirli ol. 1400 deməli 28-i vururam 350-yə, bölürəm 1400-ə. Uşaq, burada da cavab 7 elədi, şurasındadır. 7 qramının yanmasından 350 kilojul enerji ayrılır. Maraqlıdır. Bu da ortaya mı gedəcək? Bizə də baxın. 7 qramının yanmasından. Bunun 24-28 yanında 1400 ayrılırsa, 350 kilojul enerji ayrılanda bir də hesablayaq uşaqlar. 28-i vururam 350-yə, bölürəm 1400-ə. Cavab elədi 7. İndi gəlirəm uşaqlar. Bu da 24-26-da. 2-yə vurdum 52. 52-yə 2600-dürsə, İndi 350-ni nə edirəm? 350-ni vururam. Deməli, 52-yə bölürəm nəyə? 2600-ə uşaqlar. Bu da 7 edir. Deməli, bu ortaya gələcək uşaqlar. Bu da ortaya gelir. Çox maraqlı bir durumdur. Bu da ortaya gələcək. Yanma istiliyi 1300'dür. Uşaqlar, 1300 olan 2600'ü 2-yə bölərsən. Çünki yanma istiliyi təqdim demişdik ki, 1 mol maddənin yanması zamanı. Aydın məsələdir, burada 2 mol maddə yandığı üçün bu bura gələcək, doğrudur. Reaksiyanın istilik effekti yanma istiliyinə bərabərdir. Sonra reaksiyanın istilik effekti yanma istiliyinə o vaxt bərabər olur ki, yanan maddənin əmsalı 1 olsun.
Yanan maddə əmsalı uşaqlar burada 1-dir. Çünki biz burada 1400-ü 1-ə bölürük, amma burada 2600-ü 2-yə bölürük. Burada yanma istiliyi 1400-dür, burada isə 1300-dür. Deməli uşaqlar bu 4 bura gedəcək. 4 bura gedəcək. 4 gedəcək bura. Deməli, baxaq görək. 1-ə gedir 4. 1-ə getdi 4. 2-yə getdi 3. 3-ə də getdi 1-lə 2. Belə bir cavab varmı? Çox maraqlı bir durumdur. Çox maraqlı bir durumdur. 3-ə ancaq bir dənə cavabı götürüblər. Çox interesli bir vəziyyət. Çox interesli bir vəziyyət. Yaxşı, biz bunu nətər eləyək? 7 qramın yanmasına 350 kilojul enerji alır. İş orasındadır ki, uşaqlar. İndi test tərtibçisinə görə cavab burada 1-ə 2, 4 götürüb. Tamam da 2 gedir ora 2, 4. Yəqin ki, amma iş orasındadır ki, axı bu 7 qramın yanmasından 350 burada gedir. Bir də baxaq. 50, 24, bu da 2, 26. Vurdun 2-yə 52. Hədə qardaş, 2-ni vuranda 26-ya 52 edir. 52-yə 2600-dürsə, özümə sual verirəm. Bəs 7 qramın yanında nə qədər enerji alır? Yox, yox da qardaş, 7 vurulsun 2600 bölünsün 52. Uşaqlar, burada testdə səhvlik var, ya da ki, mən bilmirəm. Yenə sizə rəy bölümümüzdə qeyd eləyəsiniz rəylərinizi. Məncə sualın cavabı yoxdur. 71-ci sualda. Yenə də sizin rəylərinizi gözləyəcəm, rəylərə yazmışam. Hansı reaksiyada X maddəsi xrom ola bilər? Təbii ki, xrom 1 oksigen reaksiyada xrom 2 ölçü almış olar. Bu feriumdur, ferium sodur. Qatı nitratla gedəndə biz bir xrom orta aktiv metaldır. Qatı nitratla gedən zaman xrom 3 nitrat orta aktivlərdə duruda N2 yox, qatıda NO verir. Bəli, bu doğrudur. Şöyle, burada xrom sinki çıxaranma duzundan fəal sırası var, böyük kiçik var da. Kim bu bir-bir duzundan çıxartmanı bilmirsə, dərs izahları playlistinə keçsin. Part 2 videosu var duzların alınmasında. Onu izləsin, kim bilmirsə bu söhbəti. Xrom amfoterdir. Amfoter, düzür istəyirəm. X burada natrium OH-dan belə verənmə uşaqlar. Burada bu sinkdir uşaqlar. Sinkdir bu. Berilyumdur, yaxşımı? Bu ola bilməz. Bir də ki, xromun da üzərinə xlor gələndə birisi də xrom xlor 3 alınır. Yəni cavab B variantıdır. Şagirdimiz düz yazır. 73-cü sualda 16 karbon atomuna dönmüş bir əsaslı karbon turşusu molekulunda. Dönmüş bir əsaslı karbon turşusunun ümumi formulu CnH2NO2-dir. Əgər burada 16 karbon varsa C16, C16, H32 və O2 edir. Yazır ki, hidrogen atomları bütün atomların neçə faizdir? Hidrogen 32-dir. Ümumi atom nə qədərdir? 16, 32. Elədir 48, 50. Elədir 32 bölü 50 vur 100. Ümumi atom 50-dir. 32-ni bölürəm 50-yə, vururam 100-ə 64%. Yəni bu 16, 32, 48, 2, 50. 50-yə 100% deyirsən. Hidrogen də 32-dir. Cavab olacaq. Deməli, D variantı. Gələk 74-cü suala. Hansı reaksiya tənliyində oksidləşmə və reduksiya məhsulu eynidir? Yəni, əslində aşağı yuxarı oksidləşmə və reduksiya məhsulu eyni maddədir. Oksidləşmə və reduksiya məhsulu eyni maddədir, uşaqlar. Oksidləşmə və reduksiya məhsulu eyni maddədir. İndi gözlə bir dəqiqə. Burada mənfi 2, müsbət 4, bu sıfıra gəlir, müsbət 4-dən sıfıra. Burada hidrogen müsbət 1-dən, sıfırdan müsbət 1-ə gəlir. Təbii ki, fərqli maddələrdir. Burada oksidləşmə və reduksiya məhsulu. Məhsul sağda olur. Sağda olur. Və plusdakı bu eyni maddə olmalıdır. Eyni maddə olması üçün, uşaqlar, eyni maddə olması üçün bu konmutasiya olmalıdır. Konmutasiya olmalıdır. Yəni, burada bir dəqiqə də baxın, məhsulu deyir, eyni maddədir. Şu olacaq, burada SO2 plus H2S olacaq. Niyə görə? Çünki SO2 plus H2S reaksiyasında S-lə 2 dənə su alınır. Mənfi 2, müsbət 4, mənfi 2, müsbət 1, bu da 0-dır. Müsbət 4-dən 0-a, mənfi 2-dən 0-a. Şu olaq, məhsul deyir. Yəqin ki, şagirdimiz şeyi qarışdırı deyil. Nədə onun adı? Oksidləşdirici və reduksiya edici. Oksidləşdirici və reduksiya edici eyni bu məhsul deyir, məhsul sağda. Yadda saxlayın, oksidləşdirici və reduksiya edici eyni maddələri deyəndə bu disproporsiya nəzərdə tutur. Amma oksidləşmə və reduksiya məhsulu eynidirsə, bu adam konmutasiya, yəni əks öz-özünə nəzərdə tutur. Heyf. Əslində şagird yəqin diqqətlə qaçır. 75, heyf oldu.
İnşallah ki mən səhv edirəm. İnşallah ki. 75 aset aldehid, aset aldehid uşaqlar. Deməli aset aldehid verir bizə. Aset aldehid bilirik ki, aldehidlərin ikinci nümayəndəsidir və budur aset aldehid. Alkil amin. Hı -hı. İndi gözlə necə dəqiqə. Karbon olması sahib eynidir. A-A'dır. İnşallah bu da A'dır, bu da A'dır. Eynidir deyil. Burada karbon nə qədərdir? 2 dənədir. Deməli biz bura A'ya 2 yazırıq. Budur 2 yazırıq. Aset aldehidin emerini tapa bilək. Gəl. Deməli C2H4O-da 2, 13, 24, 28, 44. Bu 44'tür. Alkil amin. Uşaq, alkil aminlərə biz də CnH2n plus 1 NH2. Alkil amin. Alkandan bir hidrogen çıxaran sonra alınan alkan da alkildir. C2H5NH2. Uşaq, bunun da emerini tapmaq lazımdır. Bunun emeri neçə edəcək? Bunun emeri deməli 2 vur 12. Bütün kəfin pozulu deyir 5. Üstə gəlinsin 14. Üstə gəlinsin 2. Edir 45. Heç nədən uşaqlar bu 44, bu da 45. Deməli, sən bunun üstünə 1 gəlməlisən ki, buna bərabər olsun. B 44-ə bərabərdir. X də 45-ə bərabərdir. Buradan X bərabərdir B plus 1-dir də. Yəni, bunun üstünə 1 gəlsən buna bərabər olar da. Ay. 76. Üçüncü dövr elementi X-dir. Normal yarım səviyyəsində olan elektronların sayı burada bu S-dir uşaqlar, bu A-dır. Deməli, S-də A-dır, P-də də A plus 3-dür. Üçüncü dövr elementidir. Deməli, bu bizə demək istəyir ki, P yarım səviyyəsindəki elektronların sayı S yarım səviyyəsindəki elektronların sayından 3 vahid artırdır. Deməli, yazıram. 1S2, 2S2, 2P6, 3S2, 3P çox düzgün qərar verib X yazıb. Çünki bilmir X nə qədərdir. Çünki normal hal deyil. Əgər P elektron deməli SP tipdə. Burada 1, 2, 6, bu da 2, 8. A nəyə bərabərdir? 8-ə bərabərdir. 6, burada da X-dir də. Hə, A 8-ə bərabərsə, deməli 8-də 3 gəlirlər neçə edir? 11 edir. Burada 6P var, burada da X-dir. 6 plus X bərabərdir 11, X də bərabərdir 5. 6, peki görsəm. 2, 2, 4, 6 yoxmuş olası elədirmi? 9 eləyəcək. Burada 9-dan 6 çıxıram 3. Uşaqımı səhv toplamışam. 4, 6. 6 eləyir. Bu A6-dır deməli. Bu da 9-dur. Bu da uşaqlar 3S2, 3B3 eləyir. 2, 4, 6, 10, 12, 15-ci element. Düzdür. İnşallah ki, sualı mən səhv eləmişim. Çünki məncə mən düz oxudum. Biraz dalbadalar sınaq, dalıca dərs izahı, dalıca dərs, onun dalıca sınaq biraz adamı yorur uşaqlar. Yəni siz bu işin gərginliyini bilmən başa düşürsünüz, düşmürsünüz. Və yaxud izləyənlər bəzən o kimi müəllim onu niyə səhv elədi? Müəllim adam deyil. Deməli, uşaqlar deyib 1-3 dixlor propan verib bizə burada. Deməli 1, 2, 3, birinci və üçüncü karbondan flor ayırıram. Deməli belə bir maddədir 1-3 dixlor propan. 1, 2, 3. Üzərindən sink gəlirəm. Uşaqlar, özdə bunun qiymətini bizə 22,6 verir. Burada sink xlorları götürür. Uşaqlar, halogen atomları yan-bayan gəlmir, sikl alınır. Yəni, reaksiya nəticəsində nə alınır? Sink xlor 2 alınır. Bir də sikl, uşaqlar, üçbucaq alınır. Üçbucaq alınır, bax belə. Yəni, siklopropan alınır. Bundan xlor çıxardır, verirsən sinkə. Sonra bunu bu qulağına bağlayırsan bir-birini. Bu nə qədər verib sənə? 22,6 verib. Yazır ki, X maddəsini müəyyən edin. X maddəsini müəyyən edin. Hə, heç nə. Uşaqlar, buradan elə ki, qaz halında bir maddə alınır. Bu propandır, bu propandır. Propan olsa zaten aydın məsələ, siklopropandır da. Bu bizdə qaz halında maddə suyu sıxışdırıb çıxarılan toplayırlar da bura. Suda həll olmur deyə suyu sıxışdırıb çıxarılan toplayırlar bunu. Yəni o sən çaşdırmaz. Onun kütləsini istəyir də məndən. Uşaqlar, bu maddənin emerini tapaq hələ. C3H6 xlor 2. Bunun emeri nə qədərdir? 42 eləyir deyəsən, 36 oldu. 42, üstə gələnsin 71. 113 eləyir. Bir dəqiqə hesablayayım. Çəkin pozuldu 6, üzərinə gəlinsin 2 vurursun 35,5, 113. Heç nə uşaqlar, bunun emeri 113-dür uşaqlar. 113-dən nə qədər alınır? Bunun emeri də C-6-dır. Bunun emeri 42-dir. 22,6-ya da M deyək. Buradan M-i tapanda 22,6-nı vururam 42-yə, bölürəm 113-ə. Cavab verir 8,4. Düzdür uşaqlar, düz yazıb saat. Doğrudur. D variantı. Keçək növbəti suala. 78-ci sual. 78-ci sualda görək bizdən nə istəyir? Uşaq, hansı oxumayanda mən sizin oxuyacağım, narahat olmayın.
Deməli, karbon dioksid, bu CO2-dir. Silisium dioksid də silisium oksididir. Fərqli olan istəyir uşaqlar. Hər ikisi turşu oksididir və turşu oksidi olduğu üçün natrium OH-la reaksiyaya daxil olması üçün hər ikisi daxil olur. Hər ikisi daxil, çünki turşu oksidi daxil. Kristal qəfəsin tipi. Yəqin ki, bərçalı demək istəyir uşaqlar. Bəli, bu fərqlidir, çünki bu molekul kristal qəfəsidir, bu atomdur. Yadda saxla, atom kristal qəfəsi kimlərdə var? Bor, karbon, almaz qrafit, silisium karbid, silisium O2, qırmızı və qara fosfor. Yaxşımı? Bunlar atom kristal qəfəsidir. Ona görə uşaqlar bu fərqlidir bunlar üçün. Bunu götürərsən 1 molunda atomların sayı 2 + 3, 2 + 3. Uşaq cavab yalnız 2-dir. Keçək 79-cu suala. 79-cu suala görə bizdən nə istəyirlər? 79-da. Yazır ki, amonim nitrit və amonim florid. Amonim nitrit uşaqlar NH4NO2-dir. Bu HNO2-nin duzudur. Bu bir, bu da bir. Amonim florid də NH4 florid. Duz da uşaq, amonim duzlarıdır. Fərqlidir deyir. Ümumi olan nədir özü istəyirəm? Ümumi olanlar istəyir. Termik parçalanmasından. NH4NO2 uşaqlar, yadda saxla. Amoniumun 3 dənə duzu var. NH4NO2, NH4NO3, bir də NH4 2 dəfə xrom 2 O7. Bunların parçalanmasından içərisindən su çıxırsan. Suyun formulu H2O-dur. 2 hidrogen, 1 oksigen istəyir. 4 dənəsi də 2 dənə götürəcək. 2 dənə su əmələ gələcək və yerdə N2 qalacaq. Yenə də eyni qaydanın 4 dənə hidrogen, 2 oksigen istədik. 2 mol su əmələ gələcək və yerdə N2O qalacaq, şənləndirici qaz. 8 hidrogen, 4 oksigen istəyəcək. 4 dənə su əmələ gələcək. Mötərizə nə qalacaq? Azot qalacaq boş. Bir də xrom 2 O3. Xrom 2 O3. Amma digər amonium duzları parçalanır. İçərisindən amoniak çıxırsan. NH3 çıxdı bunun içindən. Nə qalacaq? NH3, bir də yerdə HCl. Yəni uşaqlar bu fərqlidir, ümumi deyil. Çünki eyni məhsul alınmadı. Deyir, tam termik parçalaması oksidaşma reduksiyadır. Qardaş, bu da oksidaşma reduksiya. Niyə? Çünki NH4-də hidrogen müsbət 1, azot mənfi 3-dür. Bu da müsbət 3-dür. Uşaqlar HNO2-dən qalmaqda. Yadda saxlayın. Turşudakı mərkəzi atom oksidaşma dərəcəsini hara aparsan dəyişmir. HNO3-də mənfi 2, müsbət 1, müsbət 5-dir. Bu NO3 aparıb qonşuya da versən, o da müsbət 5 olacaq. Yaxşımı? Amma burada heç kim dəyişmir. Müsbət 1, mənfi 3, müsbət 1, müsbət 1, mənfi 3, müsbət 1, mənfi 1. Dərsləmə 60 dəfə demişəm bəlkə bunu. Yəni birinci deyil. İkinci uşaqlar kalium OH-la daxil olur. İstənilən amonium duzu təbii ki, kalium qələvi ilə gedir. Burada kalium klor alınır. Bir də NH4OH. Dünən dərsdə demişəm, amoniakla su alınır və bu amonium iyonun təyini və keyfiyyət reaksiyasıdır. Eyni qayda ilə NH4NO2 ilə belə gedir. Uşaqlar mahiyyət etibarlı eynidir. Bu amoniakın laboratoriyada alınma təminidir. NH3 və su, yəni mahi tip olaraq deyirəm də uşaqlar. Amonium iyonun təyini və keyfiyyət reaksiyasıdır. Ki, düzdür. Molekulda donor akseptor. NH4 varsa zaten donor akseptor rabitəsi vardır. NH4-də bilirsən də 4 rabitədən biri donor akseptordur. Bu doğrudur. Molekulda oksigen atomu xeyr uşaqlar. Amonium florid oksigen nə gəzir? Burada var ya söz yox. Bunda yox. Görürsən, burada oksigen var, amma bunda yox. Keçək növbəti suala. 80-ci sual. Şu an 80-ci sualda görə bizdən nə istəyir 80-ci sualda? Deməli, maksimum. Şöyle xlorun oksidaşma dərəcəsi maksimum 7-dir. Maksimum 7-dir. Bu x-dirsə, bu müsbət 1-dir, bu mənfi 2, bu da maksimumsa müsbət 7 olmalı uşaqlar. Əslində H xlor O4-dir, prosta qaydasını yazıram. Müsbət 1 üstə gəlinsin, müsbət 7, üstə gəlinsin, x-i bilmirəm, bilsəydi mənfi 2 yavlardan bərabərdir 0, x də bərabərdir buradan 4. Yəni bizim maddəmiz H xlor O4-dür. Bu da bilir ki, x4-lü maddədə perfluora, oksigen xlor daha doğrusu maksimal oksidaşma dərəcəsindədir. Gəldi 81-ci suala. 81-ci suala görə nə edəcəyik? 81-ci sualda deməli bizə glikozan spirtə qızqırması deyil. C6H12O6-dır. Elə bir keçdim dərsin sınavına baxıram. Deməli spirt alınır, C2H5OH, bir də karbon qazı alınır. Bura 2 düşür, burada 2 düşür. Aşola burada fikir verirsə C6H12O6 glikoza tamamilə bitir. Və bunun emeri 92-dir. C2H5OH 46-dır. Burada 2 92. Bu da 88. 2 vur 44. Və bunu almaq üçün mənə 180 lazımdır. Aydın məsələdir. Sonra reaksiya girən maddələr zaman keçdikcə azalır və bu azalan C6H12O6-dır. Və reaksiya məhsulu 2-dən olduğuna görə plus ehtiyatlı ol, kütlə zaman qrafikidir. Bunun kütləsi 92, bu da 88. Başlı işlətdə. Deməli, bu C2H5OH-ın kütləsidir. Bu da karbon qazının kütləsi. Daha doğrusu oxudur da, belə deyək. Və bura 22 yazırsan, karbon qazının üstünə, çünki onu 22 verib bizə. Burada M yazırsın.
88 4 dəfə azalıb da. 180-i 4-ə böləndə o 45 edir düzdür. M bərabərdir 45. Keçək növbəti 82-ci suala. 82-ci sualda nə edəcək uşaqlar? Molekulunda bir asimetrik karbon, ilə götürək. Molekulunda bir asimetrik karbon var deyir adam bunun. Molekulunda bir asimetrik karbon atomu olan. Minimal karbon atomu siklalkan molekulunda. Oy oy oy. Bu nasıl alır? Birinci qruplara soruşmuşsunuz. Ümumiyyətlə, asimetrik karbon nədir? Belə bir karbondur SPÖ vəziyyətində və bunun 4 tərəfi müxtəlif şeylər olmalıdır və yəni müxtəlif atom və ya atomlar qrupu olmalıdır. Və diqqət olması məqam burada nədir uşaqlar? Ki, burada minimum dediyinə görə bura hidrogen qoymalısan. Sikloalkan dediyinə görə burada bir siklik quruluş şərtdir. Yəni ən sikloalkanların ən az karbon atomusu budur da. Ən az karbon atomu nümayəndəsi və budur. Yaxşımı? Heç nə. 4 tərəf müxtəlif olmalıdır. Bax, bura X, Y, Z, K eyni olmalıdır. Bura metil qoyursan, bura nə qoyursan? CH3, CH2, etil qoyursan. Və bu karbon asimetrik. Onu biz ulduzla göstəririk. Kiral karbonla deyirlər, kiral. Deyir, ikili karbonların sayını istəyir. İkili karbon nədir? İkili karbon iki karbonla birləşəndir. Uşaqlar, burada ikili karbon atomu, deməli bu karbon ikilidir. Bu karbon ikilidir, çünki iki karbona birləşib. Bu karbon üçlüdür. Bu karbon neçə karbona birləşib? 3 dənə karbona birləşib. Üçlüdür. Bu karbon ikili karbon. Uşaqlar, toplam üçlü karbon D variantı. İkili karbon istəyir və bu ikilidir. 2 karbona birləşir. Bu da ikilidir. Bu üçlüdür. Bir də çəkin baxım. C, C, C. Bir dəqiqə də baxmış olur bizə dəqiqə. Bu karbon ikilidir. Bu dəqiq ikilidir. Bu ikisi. Bu da bu ikilidir. Cavab 3-dür uşaqlar. B variantı. Bu da getdi. 82. Heyf. 83. 83-cü suala keçək. 83-cü suala. Əslində birinci qrup səviyyəsinin sualı deyildi o. Yəni mən indi qədər sual görməmişəm. 2x2 üzərinə gəlinsin y2 alınır x2y. Reaksiyanın sürəti budur, sürət saat. Uşaqlar, reaksiyanın sürətinə qatlığın təsiri üçün belə bir düstur var. V bərabərdir K vurulsun. X2-nin qatlığı üstündə əmsal, Y2-nin də qatlığı üstündə əmsal yoxdur da. Sürət verilir bizə 0,0072, daha başqa 0 yox idi. Sürət saatı 0,14-dür. Vahidi bilinmir nə iləndir. Neyse. 0,14 vurulsun. 0,14-ün nə idi? Kvadratıdır. Vurulsun. N-dir. 0,072 bərabərdir. 0,14 vurulsun. 0,9. Vur N. Buradan da uşaqlar. Bir dənə mən götürüm, kalk yatırım. Mən bunu belə hesablaya bilməyəcəm. 0,4 vurulsun 0,9, 0,1036 edir. Buradan da mən nə edirəm indi? 0,072-ni bölürəm 0,036-ya. Cavab verəcək 0,2. Bir dəqiqə baxın. 0,072, bu da 0,1036. N bərabər 0,2. Gələk 84-cü suala. Hansı maddən su ilə qarşı göstərilən üsul ayrımı olur? Burada süzmə üsulu təsvir olunub. Süzmə üsulu biz suda həll olmayan maddələri, bərk maddələri ayırır. Ayırmaq olar deyir. Ayırmaq olar, bu qumu ayıra bilərsən. Bunu da ayıra bilərsən. Karbonatlardan barin karbonat, kalsium karbonat, bunlar suda həll olunurlar uşaqlar. Amma maqnez nitratı ayıramazsın. Çünki maqnez nitratı suda həll olur deyə onu buxarlandırma ilə ayırasın. Eynən evdə yediyimiz duz var, onun kimi yanında saxlada. Kalsium hidrokarbonat da suda həll olur. Onu da eyni qayda. Əslində indi burada mübahisə eləmək olar biraz. Nəsə, getməyə ona. Plümbium sülfat. Ümumiyyətlə, belə deyək də, sülfat turşusunun 5 duzu, baryum, kalsium, stronsium, gümüş quruluşun. Bunlar ya həll olmur, ya da ki, qismən biraz həll olur, da azmaz. Praktik olaraq həll olmur və ya ki, azmaz da həll olanlar var. Yəni, uşaq düz yazıb. Yəni, onların test tərtibçisinin nəzərində cavab belə olmalıdır. Gəldi növbəti uşaqlar 85-ci suala. 85-ci suala görə nə edəcəyik biz? Yazır ki, natrium OH-ın M qram 10%li məhlulu ilə M2 qram X fazlı məhlulu qarışdırılaraq 12%li məhlul alınmışdır. Deməli, M1 qram 10%li məhlulumuz var, M2 qram X fazlı məhlulumuz var və bunları qarışdırıb yekunda 12%li məhlul alır. Əslində bunu diaqonal apara bilərəm. M1 qram 10%, M2 qram X faiz, yekun faiz ortaya yazılır. Aydın məsələdir ki, iki məhlulu qarışdıranda yekun faiz arada bir qiymət alınmalıdır. Məsələn, sən 20%-lə 30%-ni qarışdırın, yekun faizin 20-dən böyük, 30-dan kiçik olmalıdır.
Yəni burada 12-dən 10 çıxıram, bölükdən kiçiyi çıxıranda, yəni 12-dən 10 çıxıram. Neçə qalır 12-dən 10 çıxanda? 2 qalır. Bu x uşaqlar 12-dən böyük olmalıdır. Bilmirəm kimdir, amma böyük olduğu üçün x-dən 12 çıxmalıyam. Və belə bir şey. Adam mənə deyir, bunun buna nisbəti 4-ə bərabər. Deməli, M1-in M2-yə nisbəti, çox olun diaqonal üsulu. Böl 2, 4 bərabərdir, x minus 12 böl 2, x minus 12 bərabərdir 8, x də bərabərdir 20 olacaq cavab uşaqlar. 20 olacaq cavab. Və belə. Və yaxud digər yol nədir? M1 omega 1 üstə gəlinsin M2 omega 2 bərabərdir M1 plus M2 vurulsun omega son. Deməli, M1 vurulsun 10 üstə gəlinsin M2 vurulsun x bərabərdir M1 üstə gəlinsin M2 vurulsun, deməli, yekun faizlər bilmirik nə qədərdir. Buna da 12 dili daha doğrusu üzr istəyirəm verib. Buradan uşaqlar, bundan sonra nə edərsən? Riyaziyyatda da M1 bölü M2 bərabər 4 deyil. Buradan M1 bərabər 4 M2 tapırsan, gətirib qoyursan yerinə. 4 M2 vurulsun 10, üstə gəlinsin M2 vurulsun x bərabərdir. 4 M2 üzərinə gəlinsin M2 vurulsun 12. Buradan M2-ni mötərizə xaricinə çıxardırsan, 40 plus x bərabərdir. Burada da deməli 5 M2, deməli burada uşaqlar 5-i 4-dən 1-in cəmi edir 5. M2-ni çıxardırsan mötərizənin qabağına. Daha sonra M2 vur 60 eləyir. Uşaqlar 60. Bunlar getdi x-də bərabərdir 20. Görün nə qəşəng yoldur birincisi. Və yaxud da riyaziyyatla edə bilərsən öz bildiyiniz yollarla. 86-cı sualda görək söhbət nədən gedir? 86-da. 0,5 mol ortofosfat turşusu termiki parçanın neçə qram turşu alınır? Ortofosfat turşusu H3PO4 turşular bunun termiki parçalanmasında neçə qram turşu alınır? Bunun termiki parçalanmasında böyük ehtimal ki, bunun içərisindən bir su çıxırdıq. H2O çıxırdı bu termiki parçalananda. Bir dəqiqə səbirli ol, deyəcəm sənə. H2O çıxanda yerdə nə qalır? HPO3 qalır uşaqlar. HPO3 qalır. Belə bir şey qalır. Və uşaqlar, bunun 1 molundan neçə qram turşu alınır? HPO3-ün emeri nə qədərdir? Deməli, uşaqlar, yenə də bu birinci qrup səviyyəsində bir sual deyil. Yəni, bunu siz imtahan sırasında düşünənməzsiniz. Kim bunu yazmayıbsa dərd eləməsin. Bunu mən sənə deyirəm. 0,5x. Es vaxtı din belə bir sualsına soruşacaq. Cavab verəcək 40. Belə bir şey. Keçək növbəti suala, 87. 87-ci sual uyğunlaşdırma sualıdır. Görək nə edəcəyik biz burada. Deməli, dəmir 3 hidroksosülfat. Dəmir 3 hidroksosülfat. Yəni, dəmir 3 valent olmalıdır. Hidrokso, yəni OH bir dənə deməkdir və SO4. Şöyle birisi də dəmir burada 3 valentdir. Yəni, müsbət 3 olmalıdır. OH mənfi 1-dir. SO4 də 2 mənfidir. Yəni, bunlar sonra cəbri cəmi mənfi 3, bu da müsbət 3. Yəni, bu belə bir maddədir. Dəmir 3 hidroksosülfat. OH bir dənə hidrokso deyirlər, 2 dənə dihidrokso deyirlər. Natrium, kalium, natrium, kalsiyum üzr istəyirəm. Natrium, kalsiyum, ortofosfat. PO4 3 mənfidir. Natrium sabit müsbətdir, bu da 3 müsbət. Bunlar ikisi bir yerdə 3 edir, bu da 3 mənfi sabit. Yəni, problemsiz. Gəldi kalsiyum, ortofosfat. Kalsiyumdan PO4-ü yan-bayan qoyursan. Bu 2 variant, bu 3 variant. Burada 3 yazsan, burada 2. 1 molda atomların mol sayı. Baxaq, 1, bu da 1, 2, 3, 4, 8. Burada 8-dir. Gələk, 1 istə 1, 2, 3, bu da 4, 7. Burada 3 atom var. 3. 4 üstə 1, 5. Vur 2-yə, 10, 13. Deməli, uşaqlar 1-ə gedəcək Y. 2-yə gedəcək D. 3-ə də gedəcək B. Belə bir şey. 1 üstə 1, 2, 3, 4, 8. Bitdi. Gəldik növbəti 88-ci suala. Artıq bu ətraflı suallardır deyəsən. Bunları da tez bazar deyək. Demək olar, mis 2s üzərinə gəlinsin O2 bərabərdir mis 2O və SO2 alınır. Mənfi 2 müsbət 1, 0, mənfi 2 müsbət 1, mənfi 2 müsbət 4-dür. Mis müsbət 1-dən dəyişmir ümumiyyətlə mis. Kükürt mənfi 2-dən, kükürt müsbət 4-ə gəlib 6 elektron verir. Oksigen 0-dan, oksigen mənfi 2-yə gəlib 2 elektron qəbul edib. Ayağında da 2 var, vururam 2-yə. 6, 4, deməli 3, 2, 2, 3. Bura 2 atıram, bura 3 atıram. Bura 2 atıram. Burada 2 atıram. 6 düzdür. Oksitləşmə tənliyi əmsallaşdırdıq.
Ondan sonra oksidləşmə məhsulunun formulunu istəyir. Oksidləşmə məhsulu, məhsul sağdadır. Amma hansı maddənin sağındakı? Bax, fikir ver bura. Bir də buna fikir ver. Oksidləşmə məhsulu reduksiya edicinin sağındakısıdır. Yəni, bax, budur. Yaxşı, SO2-dir, yəni 2-nin cavabı. Uşaqlar, burada biraz set getdi. İnşallah ki, səsində problem olmur. Orada oksidləşmə məhsulu SO2-dir. Oksidləşmə məhsulu reduksiya edicinin sağındakıdır. Yəni, bax, budur. Səhv gəldi, mənə nəsə oldu, setdə problem oldu. İndi gələk növbəti suala. 89-cu suala gələk. Deməli, uşaqlar, bizə belə bir maddə verib 89-cu sualda. Bu 89-cu sualda bəs nə eləyəcəyik 89-cu sualda? Deməli, bizə R1, C2 qat rabitə CR2 deyə bir maddə verib. Deyir ki, alkindir uşaqlar bu arada bu. Deyir ki, maddə verir. Molekul karbon atomlarının sayı birli, ikili, üçlü bir dənədir. Dördlü isə yoxdur ümumiyyətlə. Yazır ki, amoniakda məhluldan daxil olmur deyir. Uşaq, daxil olmursa, deməli, bunun üç qat rabitəsi ilə ortada qalmaq məsləhətlidir. Və burada mənə dördlü karbon yoxdur, üçlü karbon bir dənədir. Mən üçlü karbon nətər düzəldirəm? Uşaq, üçlü karbon, bilirik ki, üçlü karbon, bir dənə karbon çəkirəm, onu üç dənə karbonla birləşdirirəm. Bir də gəç bunu qoy kənara, mən özümü niyə yoruram? Bax, bir dənə karbon çəkirəm, karbon. Onu üç dənə karbonla birləşdirirəm. Birləşdirdim üç dənə karbonla. Və uşaqlar, aydın məsələdir ki, burada deyir daxil olmur deyə mən üç qat rabitəni qoyuram bura. Və burada ikili karbon 2 dənə olmalıdır. Onsuz da bu karbon ikilidir, bu karbon da ikilidir. Və mənə deməli növbəti bir dənə karbon lazımdır ki, birli karbonların sayı 3 dənə olsun. Bax, birli karbon 1, 2, 3 dənədir, düzdür. Plus üçlü karbon bir dənə üçlüdür. İkili karbonlar doğrudur, 2 dənədir. Dördlü karbon da yoxdur. Plus da onun dediyi şərt ki, hansı ki bu gümüş piroksin amoniakda məhluldan daxil olmur. Üç qat rabitədə hidrogen olmamalıdır. Maddənin formulunu yazdıq. Səmərəli adını istəyir uşaqlar. Səmərəli adlandıran üç qat rabitəsiz asetilən deyirik. Metil izopropil asetilen. Metil izopropil asetilen. Bax, bunun nəyə alacaq? Səmərəli adı olacaq. Və ən nəhayət gəldik 90-cı suala. Görək nə istəyir 90-cı sualda bizdən? 90-cı sualda. Deməli, burada baxıram ki, alüminium karbid verib bizə. Alüminium 4C3 uşaqlar burada. Üzərinə su tökürəm və burada nə alınır reaksiya nəticəsində? Metanın laboratoriyada alınma tənliyidir. Bura 4 düşür, bura 3 düşür karbonun sayından, burada 12 düşür. Deyir ki, buradan alınan qaz uşaqlar metan qazı. Buradan gəlir, burada suyu sıxışdırırsan, toplayırsan bunu bura. Bunu verib uşaqlar bizə, suyu bizə M verib. Bunu bizə M çıxılsın 18 verib. Alüminium karbidin emeri nə qədərdir? Alüminium karbidin emeri. Alüminium karbidin emeri. Deməli, 4 vurulsun 27 üzərinə gəlinsin. 3 vurulsun 12. 144 uşaqlar. 144-dür su da ki 12 vur 18. Cavab 216-da budur. Buradan alınan qaz üçün kütləsini istəyir məndən. Nəyin istəyir? Burada M qram sudur. Tənlik yazdıq. M hesablama olar. Uşaq, heç nə. Buradan M-i tapmaq olar belə. Biraz daha səliqəsiz həldir. Ən salamatı kütlə fərqi nə deyək? 216-dan 144-ü fərq nə qədərdir? 72 fərq var. 72 qram fərq olanda nə qədər su reaksiyaya daxil olur? 216. M-18 bu da M-dir. Fərq nə qədərdir? 18 qramdır. Burada 18 qram fərq olanda deməli, bu yəni M plus 18-dir böyük ehtimal ki. Mən ona baxaram. Çünki burada 12-ni 18-ə vuran daha bir ədəd deyildir. Böyük ehtimal ki, 216 eləyir. Deməli, 4 vurulsun 27, üstünə gəlinsin 36. Böyük ehtimal bu M, hədə onsuz da bu bundan azdır deyil də, hədə onsuz düzdür, M çıxı 18. 18 qram fərq olanda nə qədər su reaksiya daxil? M qram. Buradan da M-i tapacaq, 216-nı böləcək nəyə? 4-ə, cavab 54. Uşaqlar, belə də buradan əslində M-i tapmaq olar deyə, sadəcə daha səliqəli həll bu formada. 144 ilə 216-da fərq nə qədərdir? 72 qramdır. 72 qram fərq olan 216 daxil olsa, 18 qram fərq ilə M deyirəm. Bəs salam. Belə, gəldi bu sınavın da sonuna çatdıq. Sağ olun, salamat qalın.